Cəbhəçilərin vaxtında bilmirəm nə qədər düzgündür. Bir də gördüm katib deyir ki, Tamxan məhkəməni 150 nəfər adam gəlib sizin kabinetə girmək istəyir. Girmək istəsinlər, pожалуйста, gəlsinlər. Nə fikirlər var? İcra başçısı da Biləcərdəki zavod dediyində adı yadımdan çıxıb, hansı zavod idi? 90-cı illərin əvvəli idi də. Bu bir balaca boy malar işləyirdi. Getirdilər icra başçısı təyin elədilər, onu qoydular. Bir 50 nəfər kabinetə yerləşməzdi. Kabinet balaca kabinet idi. Gəldilər bir 20-25 nəfər girdilər kabinetə. Bir dənə də balaca boy gənə oğlan gəldi. Mən dedim ki, dur buradan bu olacaq məhkəmə sədri. Dedim, nə? Məni siz təyin eləmisiniz. Məni xalq seçib. O vaxtda 87-ci illərdə hakimlərin hamısını ümumxalq seçki vasitəsilə seçilirdi. Mən xalq seçib. Mən buradan ancaq xalqın sözü ilə mən çıxa bilərəm. Siz kimsiniz, məni buradan çıxartırsınız? Bu maqamda polis işçiləri, zatları gəldi, tökülüşçü yıxırdılar, apardılar. Belə işlərlə də rastlaşmışdım. Ancaq nə bilim, o yol ki, mən o yola durmuşdum, o yola axıra qədər öz vicdanımla getməliydim.